zamanımız var. Bu zaman olarak səhər və digər dediyim o ümumi göstərişlər, məkan olaraq belə deyək də 3 və yaxud 2 fərqli. Birincisi, xüsusi yer qeyd olunmur. Harda olursan ol. Misal olaraq, deməli, Ali İmran surəsi 135. Bir qism insan, möminlər günah etdikdə, özlərinə zülm etdikdə Allahı xatırlayarlar. Fəstəğfəru li zunubihim. Allahdan günahlarının bağışlanmağını istəyərlər. Məkan qeyd olunmur. Harda olur, nədir? Olsun. Yəni Allahla öz arasına heç kimi salmır və harda olur olsun Allahdan nə istəyir? Bağışlanmaq istəyir. Bu bir ayə. Hərəsinə 2 ayə misal çəkəcəyik. İkinci ayəmiz Ənfal surəsi 33. Yenə Allah Teala buyurur ki, ey Rəsulum, madam sən nə qədər ki sənə iman gətirənlərin arasındasan, onlara əzab gəlməyəcək. Bu bir səbəb. İkinci səbəb, və mə kənəlləh muəzzibəhum və hum yestəğfirun. Bəndələr özləri tövbə etdikdə də o da səbəb olur ki, əzab ilahi həmən o məkandan uzaq olsun. Xüsusi bir məkan qeyd olundu, xeyr, olunmadı. Harda istəyirsən, Allahdan neynəyəcəksən, bağışlanmaq diləyə bilərsən. İndi gəlirik ikinci məkana. Məryəm surəsi 45, 46, 47-ci ayələr. Diqqət edin. Ya əbəti, inni əxaf ən yəməssəkə əzabun minər-Rahman fətəkunə liş-şeytani vəliyyə. İbrahim Peyğəmbər əmisinə, atasına yox. Bax, diqqət edin, burada böyük bir müsibət və fəlakət var. Düzdür, Quran ərəb dilində nazil olub. Amma ərəb dilində, din dilində, ərəb dilində, din dilində. Bu nə deməkdir? Biraz qəliz oldu. Nətər yəni ərəb dili var da, din dili də var. Bəli, din dili də var. Din dili deyəndə nə nəzərdə tutulur? Dinin dili. Başqa ayələrdə deməli Yəqub Peyğəmbərin evladları, diqqət edin, görüm o ayə əlimin altındadır ya yox. Salavat göndərək Peyğəmbərimizə. Deməli, ayənin indi dəqiq yeri yadımdadır, məzmunun deyim sizə. Yəqub Peyğəmbər can verir və evladları yığışır başına, onlara vəsiyyət eləyir ki, məndən sonra durumumuz nə yerdə olacaq? Evladlar da deyir ki, sən gətirdiyin dinlə gedəcəyik. Necə? Deməli, İbrahimin, İsmailin, İshaqın Rəbbinə ibadət eləyəcəyik. Amma necə deyir orada? Aba kəlməsi gətirir. Aba əbin cəmidir. Əb yəni ata. Və bu ayədə də ata kəlməsi var. Ya əbəti, ey atam. Əb yəni ata. O ayədə də ata. Amma o ayədə ata kəlməsinə baxanda görürük ki, alınmır. Necə alınmır? Deməli, Yəqub əleyhissalam İbrahim əleyhissalamın nəvəsidir. Yəqub ibn İshaq ibn İbrahim. İsmail Yəqubun neyi sayılır? Əmsi də baba İbrahimdir. İbrahimin 2 oğlu var. İshaq, İsmail. İsmail
İshaqın evladları üçün əmi sayılacaq da, düzdür? Deməli, İsmaila da ata deyərək Quranda müraciət olunur. Amma İsmail ata deyil. İsmail Yaqubun evladları üçün nədir? Əmidir. Deməli, əb kəlməsinin Quran-ı Kərimdə həm ata mənası var, həm də nə mənası var? Əmi mənası var. Həm ata mənası var, həm də nə mənası var? Əmi mənası var. O deyirəm, müsibət, fəlakət var ortada. Bəli, həqiqətən böyük müsibət, fəlakətimiz var ortada. Tərcüməçilər nə yazır? Yazırlar ki, İbrahim atasına dedi ki, ey ata, Allahdan sənə əzab gələcək, əzab toxunacaq, yəməssəkə, əzab, məs toxunmaq, bürümək, əhatə eləmək. Allahın əzabı səni neynəyəcək? Bürüyəcək. Fətəkunu liş-şeytani vəliyyə. Əzabdan sonra artıq sən şeytanın qoşunundan hesab olunacaqsan. Şeytan dostu olacaqsan. İbrahim Peyğəmbərin atası şeytanın neyi sayılır? Vəlisi. Quranla da bu gedişatla baxanda həmən bu şəxs yolundan dönmür. Yolundan dönür ya dönmür? Dönmür. Hələ öz bildiyinə davam eləyir. Yəni, Allahın əzabına da məhkumdur və şeytanın da neyi sayılır? Deməli, İbrahim Peyğəmbərin atası nə olub? Elə belə kafir yox ha. Kafirin, belə deyək də, şiddətli forması. Vəli, yəni şeytana vəli olmaq, yəni onun üçün sən xidmət göstərməlisən. Bir var şeytanın qulu, bir də var şeytanın vəlisi. Şeytanın qulu odur ki, yoldan çıxartdı, düşürsən dalıcan, hara addım atıb, sən də onun addımları ilə gedirsən, olursan şeytan qulu. Amma şeytanın vəlisi gərək xidmət göstərməz, carçı. Məsələn, büt düzəldəsən, sonra insanları yoldan çıxardasan, olursan nə? Vəliyullah yox, vəliyyi Rəsulillah yox, olursan nə? Vəliyyü şeytan. Əgər ata mənasında götürsək, indi adı tarixdir, adı Azərdir, adı nədir, işimiz yoxdur. Adı nə olur olsun, biz İbrahimi dünyaya gətirən şəxsdən danışırıq. Əgər tərcüməçilərin dinsiz tərcüməsinə baxsaq, görərik ki, İbrahimin atası nədir? Kafirdir, cəhənnəmlidir, üstəlik də şeytan carçısıdır, şeytanın vəlisidir. Amma yox, desək ki, atanın, əb kəlməsinin əmi mənası da var. Peyğəmbərin əmisi də kafir olur. Olsun. Amma atası, Peyğəmbər atası kafir ola bilər, bizim əqidəmizdə xeyr, ola bilməz. Bəs Allah deyir axı, İbrahim əleyhissalam, ay atam, filankəs tərcüməsi də yazıb ki, ey atam. Tərcümə əbin ata mənası var. Amma əbin əmi mənası da varsa, əgər hər yanda əb kəlməsinin mənası atadırsa, onda gərək İsmail da olmalıdır, Yusuf'un atası. Elə olur ya olmur. Yaqub atası İshaq və babasına da, indi babası da deyir ata. Amma İsmail'də alınmır. İsmail gərək əmi olaraq neynəsin? Qalsın. Amma ayədə bu fərqə varılmır. Yəni, neyi çatdırmaq istəyirəm? Bəzi məsələlərdə ərəb dilində olmayacaq. Bəzi məsələlərdə din dilində olacaq. Yəni, sən əqidə qəbul eləməlisən ki, Peyğəmbər kafirin belində, sülbündə ola bilərmi? Kafirin, zinakarın qarnında ola bilərmi ya yox? Bu əqidədir. Əgər sənin əqidün deyirsə ki, Peyğəmbər kafir, o kafir ki, onun üçün zina eləmək, yəni nə maniyəsi var ki, nə qabağı kafirdir də adam, nə maniyəsi var ki, zina eləməsin? Kafir qadının bətnində və kafir kişinin
sülbündə olmağı qəbul edirsənsə, bəli, belə olacaq. İbrahimin atası cəhənnəmli idi və üstəlik vəliyyü şeytandır. Əgər yox, əqidin bu olsa ki, Peyğəmbər ataları heç vaxt kafir ola bilməz, Allah Taala onu belə deyə də ərhamil mütəhhərə, pak bətinlər və əslab-ı şamixə və şanlı, şöhrətli Allahın sevdiyi sülblərdə gəzirsə, onda burada olmalıdır nə? Əmi.